Salam, hörmətli müəllimlər. Bugünkü dərsimizdə layihə əsaslı öyrənmə və problem əsaslı öyrənmə haqqında danışacağıq. İlk olaraq layihə əsaslı öyrənmədən başlayırıq. Layihə əsaslı öyrənmə, Project Based Learning, baş hərflərdən də qısa olaraq belə də verilir, PBL. Layihə əsaslı öyrənmə nədir? Layihə əsaslı öyrənmə müasir dövrdə aktual olan şagird yönümlü təlim modellərindən biridir. Bu təlim modeli ənənəvi öyrənmədən fərqli olaraq təkcə nəzəri biliklərin mənimsənilməsi ilə yekunlaşmır. Yəni, burada nəzəri biliklərdən istifadə etməklə hansısa bir məsələnin həllini tapmağa nəzərdə tutmuş oluruq. Layihə əsaslı öyrənməni tətbiq etməklə şagirdlər əldə etdikləri bilikləri hansı məqamda, hansı lazımı məqamda istifadə edə biləcəklərini öyrənmiş olurlar. Yəni, biz artıq layihə əsaslı öyrənməni tətbiq etməklə şagirdlərə bacarıq vermiş oluruq. Çox zaman olur ki, o qədər savadlı insanlar olur ki, amma deyir ki, mənim diplomum heç bir işə yaramadı, diplomu işlətmədim və s. belə ifadələri çox işlədirik. Yəni, biz savadlı olmaq yetərli deyil. Biz savadlı şagird yetişdirməklə bərabər eyni zamanda da şagirdə bacarıq verməliyik. Yəni, bu da tək biliklərin öyrənilməsi ilə kifayətlənmir. Bunun üçün bacarıq formalaşdırmaq üçün biz şagirdlərə elə bir imkan yaratmalıyıq ki, onlar tətbiq etsin, onlarda ünsiyyət bacarığı olsun, tənqidi, yaradıcı təfəkkürü formalaşdırmış olaq, sosial bacarıqlar vermiş olaq və biz bu bacarıqları formalaşdırmaqla onlarda real həyatı problemlərin aradan qaldırılması bacarığını formalaşdırmış oluruq. Layihə əsaslı öyrənmədə bildiyiniz kimi bir neçə addımlar var. Bu addımlar haqqında danışaq. Layihə əsaslı öyrənməni necə tətbiq edə bilərik? Bunun üçün ilk öncə biz hansı layihənin üzərində işləyəcəksə, sualın qoymalıyıq ki, filan sualı üzrə biz araşdırma aparacağıq. Və bunun üçün daha sonra biz plan hazırlamalıyıq. Plan tərtibatı. Daha sonra araşdırma, məhsul hazırlığı, scaffolding, doğru istiqamət və sonda nəticələrin yoxlanması. Bunun üçün ilk olaraq dedik ki, sualın qoyuluşu olmalıdır. Yəni, ilkin mərhələdə hansı sualı araşdıracaq, hansı ideyanı ortaya qoyacaq. Sual açıq tipli olmalıdır və müxtəlif həll yollarına aparan, yığcam hər hansı bir maniyini dəf etməyə yönələn, eyni zamanda da şagirdləri cəlb edən məzmunda olmalıdır. Və daha sonra biz plan tərtib edirik ki, biz hansı addımlarla fəaliyyət göstərəcəyik, vəzifə bölgüsü edirik, kim hansı işlərə baxacaq, layihə hansı müddətdə reallaşmış olacaq, resurslar və s. Bu bizim planımızda öz əksini tapır. Daha sonra isə plan üzrə biz araşdırmalara başlayırıq. Şagirdlər daha doğrusu araşdırmalara başlayırlar və ortaya qoyulan sualla, problemlə bağlı müxtəlif fikir mübadiləsi, müzakirələr təşkil edirlər. Eyni zamanda da lazımı informasiyanı əldə etmək üçün etibarlı mənbələrə müraciət edirlər. Proses zamanı isə müəllim prosesi dərindən, yaxından izləməlidir. Scaffoldingli etməlidir. Burada müəllim fasilitatorluğu ilə şagirdlər əməkdaşlıq çərçivəsində problemi həll etməyə çalışırlar. Və müəllim də burada təbii ki, yeri gələndə məsləhət verməlidir. Hər hansı bir çətinlik yolunda o çətinlikləri aradan qaldırmaq üçün dəstəyini bildirməlidir. Layihə tamamlandıqda isə qiymətləndirmə aparılmalıdır və qiymətləndirmə rubrikdə həm nəticələrin yoxlanılması, eyni zamanda da problemin dəyərləndirilməsi ilə həyata keçirilir. Əldə edilən məhsul, nəticə isə bilik və bacarıqların müzakirəsi ilə yanaşı şagirdlərin keçirdikləri hissləri də ifadə etməsi də olduqca əhəmiyyətlidir. Yəni, biz artıq layihəni reallaşdırdıq, bitirdik. Təqdimat zamanı isə çatır. Təqdimat zamanında isə biz nə etməliyik? Biz deyənə, yəni şagirdlər öncə sınaqdan keçirirlər məhsulu, harada nə çatışır, nə çatışmır. Bunu sınaqdan keçirdikdən sonra təqdim edirlər. Layihə əsaslı öyrənmədə isə deməli, şagirdlərin yaş səviyyəsi nəzərə alınmalıdır. Təbii ki, bu kiçik yaşlı uşaqlarda bu bilik limitli olduğu üçün
Bunu reallaşdırmaq təbii ki, alınmayacaq. Təbii ki, bu layihə əsaslı öyrənmə də birdən-birə tətbiq olunmur. Yəni həmişə məsələn eyni qayda ilə ənənəvi təlimlə dərs görmüş şagirdlər birdən-birə layihə əsaslı öyrənmədə olsa, təbii ki, bir çaşqınlıq olacaq. Bunun üçün də ilk olaraq şagirdlərdə bacarıq formalaşdırmalıyıq ki, yavaş-yavaş addımlarla bacarıq formalaşandan sonra biz layihə əsaslı öyrənməni tətbiq edə bilərik. Layihə əsaslı öyrənmə də, yəni təbii ki, bir həftəyə, 2 həftəyə olan bir proses deyil. Layihə əsaslı öyrənmə daha geniş məzmunlu, daha geniş çox vaxt aparır. Yəni bu bir yarım ildə təşkil edə bilər, bir ildə vaxt apara bilər. Layihə əsaslı öyrənmə layihə deyil. Layihə ilə layihə əsaslı öyrənmənin fərqi var. Layihə biz hər hansı bir məsələn dərsin sonunda bir modelləşmə ediriksə, bu layihədir. Amma biz bunu hər hansı bir həyati problemin aradan qaldırılması üçün artıq araşdırmalar aparırıqsa, bu daha geniş, kompleks şəkildə baxırıqsa, bu layihə əsaslı öyrənmədir. Məsələn, biologiya dərsində biz insanın orqanlarını keçirik. Dərsin sonunda bu orqanların sistemlərini biz orqanları məsələn modelləşdiririksə, onların maketlərini hazırlayırıqsa falan, bu bir layihədir. Amma biz artıq hər hansı bir həyatı problemlə bağlı, geniş bir məzmunlu, geniş aspektdən, kompleks şəkildə araşdırmalar aparırıqsa, yarım il, bir il ərzində bu artıq layihə əsaslı öyrənmədir. Layihə əsaslı öyrənmədə də qeyd etdiyimiz kimi uşaqların yaş səviyyəsi nəzərə alınmalıdır. Eyni zamanda da şagirdlər dərin və davamlı araşdırma aparmalıdırlar. Bu zaman onlarda da müxtəlif müzakirəyə qoşulurlar, yeni resurslar tapırlar, daimi öyrənmə prosesində olurlar və bu da təbii ki, onlarda həm tənqidi, yaradıcı təfəkkürü formalaşdırmaqla bərabər onlarda əməkdaşlıq bacarığı, sosial, həyati bacarıqlar formalaşdırmış olur. Layihə əsaslı öyrənmədə də xüsusilə fikir vermək lazımdır ki, plagiat olmasın, yəni hər hansı bir işin təkrarı olmasın. Düz, hər hansı bir işlənmiş mövzu ola bilər, amma burada yeni bir qatqı olmalıdır, yeni yanaşma olmalıdır. Məsələn, baxaq, layihə əsaslı öyrənmədə, baxaq, hər hansı bir mövzu üzərindən baxaq, nümunə üzərindən baxaq. Məsələn, layihənin mövzusu iqlim dəyişikliyinin Xəzər dənizinin suyun səviyyəsinə mənfi təsirləridir. Baxırıq ki, iqlim dəyişikliyi Xəzər dənizinin suyun səviyyəsinə nə dərəcədə mənfi təsir göstərib, böyük bir həyatı qlobal problemdir. Və layihənin xülasəsi olur, xülasəsi təşkil olunanda iqlim dəyişikliyinin Xəzər dənizinin su səviyyəsinin azalmasına təsirini tədqiq edəcəklər və burada coğrafiyanın sahələrinə, o cümlədən də iqlim, ekosistem, əhali və sair faktorları geniş şəkildə araşdırmış olacaqlar. Bunun üçün də icra addımları var. Təbii ki, şagirdlər Xəzər dənizinə suyun çirklənməsi ilə bağlı sübutlar toplayacaqlar, informasiyalar əldə edəcəklər. Daha sonra iqlim dəyişikliyinin Xəzər dənizinə təsirlərini təhlil etmiş olacaqlar və burada da misal üçün hər hansı bir istiləşmənin Xəzərin ekosisteminə təsərrüfatı təsiri necə olmuşdur, bu prosesin insanlara, onların məskunlaşmasına və yaxud iqtisadiyyata nə kimi təsirləri var, bu mövzu üzərində araşdırmış olurlar və tədqiqatlar zamanı şagirdlər müxtəlif təşkilatlara müraciət edə bilərlər, müxtəlif təşkilatlardan məlumat ala bilərlər və şagirdlər bu zaman mütəxəssislərdən müsahibə ala bilərlər. Daha sonra isə iqlimin dəyişikliyinin təsirini azaltmağa töhfə kimi bir maarifləndirici iş apara bilərlər ki, yəni biz nə etsək bu iqlim dəyişikliyinin təsirini azaltmağa kömək etmiş olarıq. Bunun üçün qeyd etdiyimiz kimi maarifləndirmə işləri apara bilərlər, ekosistemin bərpasına dəstək üçün layihə təklifi irəli sürə bilərlər. Yəni geniş bir araşdırmadan sonra şagirdlər auditoriya qarşısında bunu təqdim edirlər. Valideynlər, şagirdlər qarşısında bunu təqdim edirlər. Və sonda isə təbii ki, qiymətləndirmə, refleksiya aparılır. Qiymətləndirmə də müəyyən hazırlanmış meyarlar üzərində aparılır ki, yəni
tədqiqatın dərinliyi, təkliflərin effektivliyi, təqdimatın keyfiyyəti və s. müxtəlif orada öncədən qoyulmuş meyarlar üzərində qiymətləndirmə aparılır. Yəni ənənəvi dərsdən fərqli olaraq burada şagirdlər araşdırma, hər hansı bir mütəxəssislərdən məsələn zəng eləyirlər, araşdırırlar, maraqlanırlar. Bunlarda görə nə qədər dünya görüşü formalaşmış olur, nə qədər bacarıq formalaşdırmış oluruq. Məsələn, şagirddə artıq burada ünsiyyət bacarıqları formalaşır, axtarır, dəqiq mənbələrdən araşdırmağa. Yəni biz bu məlumatı məsələn ümumi olaraq verə bilərik ki, filan iqlim dəyişikliyi və filan problemlər var. Bu o qədər də maraqlı olmaya bilər. Məlumatı ötürməkdən biz şagirddə həmin bacarıqları formalaşdırmayacağıq. Amma şagirdlər birbaşa prosesin iştirakçısı olmaqla, araşdırmaqla, məlumat toplama, problemi həll etməklə onlara biz real bacarıq vermiş oluruq. Real bacarıqların formalaşdırmasına yardımcı olmuş oluruq. Layihə əsaslı öyrənməni qeyd elədiyimiz kimi bir yarım il müddəti və yaxud bir il vaxt apara bilər. Və burada vaxt apara bilər deyəndə hardasa, yəni dərs o qədər, proses o qədər keyfiyyətli olur ki, yəni bu vaxt ərzində şagirdlər real bacarıqlara yiyələnmiş olurlar. Və dərs də sinifdən kənara çıxmış olur. Ancaq dərs öyrəndim, kitab, test elədim, yox. Yəni bununla şagirddə biz hansı bacarıq formalaşdırır. Ancaq informasiya ver, bilik ver, bununla kifayətlənməməliyik. Biz şagirdlərə həyati bacarıqlar verməliyik. Və biz layihə əsaslı öyrənməni tətbiq etməklə də şagirdlərdə bir çox bacarıqlara sahib olmasına təmin edə bilərik. İndi isə baxırıq, problem əsaslı öyrənmə nədir? Növbəti şagird yönümlü bizim təlimimiz problem əsaslı öyrənmədir. Problem əsaslı öyrənmə də şagird mərkəzli öyrənmə modellərindən biridir. Burada da problem araşdırılır, burada da problem təhlil olunur şagirdlər tərəfindən. Problemi ifadə edən açıq tipli suallar təqdim olunur, problemi aydınlaşdırmaq, müzakirə etmək, bilikləri təsnif etmək, mümkün qədər həll yollarını ortaya qoymaq, nəticələri və həll yolunu bölüşmək prosesin içərisində olur və problem əsaslı öyrənmə də hardasa layihə əsaslı öyrənmənin içərisində yer alır. Yəni, layihə əsaslı öyrənmənin bir ad forması kimidir problem əsaslı öyrənmə. Bunların fərqi haqqında danışacaq, fərqi və oxşarlıqları haqqında. Düzdür, indi test olaraq imtahanda bunları fərqi sizə düşməyəcək ki, layihə əsaslı öyrənmədən problem əsaslı öyrənmə fərqi nədir falan. Xeyr, sadəcə olaraq bunları müəllimlərin öyrənməyində vacibliyi, müəllimlərin öyrənməyinin vacibliyi ondan ibarətdir ki, biz bunları şagirdlərdə formalaşdıraq. Yəni, bunların əhəmiyyətini bilməyimiz önəmlidir. Yəni, xırda detalları ilə bunların fərqi var, o haqda danışacağıq, amma əsas bilməli olduğumuz məqam bunların təhsildə əhəmiyyətidir. Layihə əsaslı öyrənmə daha geniş spektrlu olur. Qeyd edildiyimiz kimi, burada daha geniş baxmış oluruq. Layihə əsaslı öyrənmədə qeyd elədiyimiz kimi vaxt baxımından da uzun müddət lazımdır. Eyni zamanda da problem də kompleks şəkildə araşdırılır, mövzu kompleks şəkildə araşdırılır və daha geniş olur. Həmçinin yekunda şagirdlər nəticələrin bir maddi məhsul olaraq nümayiş etdirirlər. Bunun üçün hər hansı bir təqdimat, prototip və s. olaraq nümayiş etdirmiş olurlar. Problem əsaslı öyrənmə isə daha çox spesifik problemə yönəlir. Yəni, şagirdlər əməkdaşlıq şəraitində hansısa bir real dünya problemini götürüb, onun haqqında informasiya toplayırlar. Daha sonra isə müzakirə edirlər və həll yolu təklif etmiş olurlar. Müəllimin rolu isə layihə əsaslı öyrənmədə müəllim fasilitator kimi müxtəlif formada öz dəstəyini göstərir və yeri lazım olduqca sualın qoyuluşunda, resurslarla təminatda şagirdlərə yaxından kömək etmiş olur. Yəni, yaxından iştirak edir müəllim layihə əsaslı öyrənmə təmin olunan zaman. Problem əsaslı öyrənmədə isə müəllim nə qədər fasilitatorluq etsə də, yəni layihə əsaslı öyrənmədəki kimi olmur. Yəni, sanki müəllim bir addım geridə qalmış olur və şagirdlərə problemi seçməsi, informasiya toplaması kimi, problemin həllini formalaşdırmasında bir sərbəstlik vermiş olur ki, bu
layihə əsaslı öyrənmədən fərqlidir problem əsaslı öyrənmə. Eyni zamanda əhatə dairəsi və müddətinə görə qeyd elədiyimiz kimi, layihə əsaslı öyrənmə daha geniş əhatə dairəsində olduğu üçün təbii ki, reallaşdırmaq üçün də daha çox vaxt lazımdır. Bu qeyd elədiyimiz kimi əvvəldə də qeyd elədik, yarım ili, bəzən bütöv bir ili əhatə edə bilər. Problem əsaslı öyrənmə isə bir neçə günü, bəzən bir həftə müddəti əhatə edə bilər. Əsas məqsəd təqdim edilən konkret problemi həll etmək üçündür. Qiymətləndirmə isə problem əsaslı öyrənmədə daha kompleks model olduğundan qiymətləndirmə meyarı da daha mürəkkəb xarakteristikaya malik olmuş olur. Həm də məzmun baxımından əməkdaşlıq, kreativlik, təqdimat bacarıqlarının qiymətləndirilməsi də nəzərdə tutulmuş olur. Problem əsaslı öyrənmədə isə hər hansı bir problemin həlli prosesi olsun, tənqidi düşüncə olsun, təklif edən həll yollarının keyfiyyəti baxımından qiymətləndirmə apara bilərik. Belə hörmətli müəllimlər, qeyd elədiyimiz kimi layihə əsaslı öyrənmə, problem əsaslı öyrənmə hər biri şagird yönümlü təlimdir və hər biri şagirdlərdə bacarıqların formalaşdırılmasına xidmət etmiş olur. Növbəti dərsimizdə görüşənə qədər sağ olun müəllimlər.